Salam. Bugün sizin göndərdiyiniz mənbələr əsasında İslamda çox fundamental bir mövzunu müzakirə edəcəyik. Quran və sünnənin rolu. Salam. Bəli, çox maraqlı və həssas bir mövzudur. Mənbələrdə bir tərəfdə Quranilər var. Deyirlər ki, təkcə Quran yetərlidir. Düzdür? Bəli, onların əsas iddiası budur. Deyirlər ki, hədis və sünnə, yəni Peyğəmbərin sözləri və əməlləri sonradan əlavə olunub, etibarlı deyil. Digər tərəfdə isə əhl-i sünnə var. Onlar nə deyir? Əhl-i sünnə isə deyir ki, xeyr, Quran və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm sünnəsi ayrılmazdır. Biri olmadan digərini tam anlamaq mümkün deyil. Bizim də məqsədimiz elə bu argumentləri əsasən də Quranın öz ayələri işığında anlamağa çalışmaqdır. Elə deyilmi? Tamamilə. Quranilərin iddialarına Quranın özündən cavab axtarmaq. Yaxşı, onda başlayaq. İlk sual. Quran özü Peyğəmbərə itaət barədə nə deyir? Yəni, bu itaət nə dərəcədə vacibdir? Baxın, mənbələrdə çox sayda ayə göstərilir. Məsələn, Nisa surəsi 59-cu ayə. Allaha itaət edin və Rasula itaət edin. Buradakı və bağlayıcısı çox önəmlidir. Yəni, ayrı-ayrı itaət obyektləri kimi? Bəli. Eləcə də Nur surəsi 54-cü ayədə itaət edin feili həm Allah, həm də Rasul üçün təkrarlanır. Bu da, belə deyək, iki ayrı, amma bağlı itaətə işarə edir. Hətta Nisa 80-də deyilir ki, kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar. Bu çox güclü ifadədir. Əlbəttə, bu, Peyğəmbərə itaətin Allahın əmri olduğunu göstərir. Sadəcə Quranı çatdırmaqla məhdudlaşmır. Deməli, təkcə Quranı gətirdik, biz də qəbul etdik, bununla bitmir. Qətiyyən. Məhz Nisa surəsinin 65-ci ayəsi bu məsələni daha da aydınlaşdırır. Orada deyilər ki, möminlər aralarındakı mübahisələrdə Peyğəmbəri sallallahu aleyhi və səlləm hakim təyin etmədikcə və onun verdiyi hökmə ürəkdən, tam razılıqla təslim olmadıkça onların imanı kamil olmaz. Bu artıq çox ciddi bir məqamdır. Yəni, onun hökm vermə səlahiyyəti var. Bəli, bu onun sadəcə bir poçtelyon olmadığını, həm də şəriətdə hökm verən olduğunu göstərir mənbələrə görə. Aydındır. Bəs Quranın özünün izahı məsələsi, Quranilər deyir ki, Quran açıq aydındır, hər şey onun içindədir, əlavə izaha, yəni sünnəyə ehtiyac yoxdur. İndi baxın, Quran özü bu barədə nə deyir? Nəhl surəsi 44-cü ayədə Allah-u Teala Peyğəmbərə sallallahu aleyhi və səlləm buyurur ki, onlara nazil ediləni bəyan edəsən, yəni izah edəsən. Bəyan edəsən, izah edəsən. Bəli. Eyni surənin 64-cü ayəsində də deyilir ki, kitabı ona ixtilaf etdikləri şeyləri izah etmək üçün nazil edib. Deməli, izaha ehtiyac var. Cümə surəsində də, deyəsən, kitabı və hikməti öyrədir deyilir. Düzdür. Cümə 2-də kitabı və hikməti öyrədir. Əhl-i sünnə alimlərinin, yəni mənbələrdə göstərilən əksəriyyətin rəyi budur ki, buradakı hikmət əsasən sünnədir. Yəni, Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri, əməlləri. Bəli, onun təlimləri, nümunəsi. Əgər Quran hər təfərratı ilə tam aydın olsaydı, bu izah et, öyrət, əmrlərinə, necə deyim, ehtiyac qalmazdı ki? Hə, məntiqlidir. Gəlin biraz da praktikadan danışaq. Məsələn, namaz İslamın sütunudur. Təkcə Qurana baxıb namazı necə qılmaq olar? Bax, bu çox kritik bir nöqtədir. Quran namazı əmr edir. Məsələn, Bəqərə 43. Amma gündə neçə dəfə? Neçə rükət? Bəli, hər namaz neçə rükətdir? Rükû necə edilir? Səcdə necə edilir? Təşəhhüd nədir? Bunların heç birinin təfərrüatı Quranda yoxdur. Bəs bunları haradan öyrənirik? Məhz Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəsindən. O özü namaz qılıb, səhabələrə göstərib və deyib ki, məni necə namaz qıldığımı gördüyünüz kimi namaz qılın. Deməli, praktika sünnədən gəlir. Belədir. Eyni şey zəkat üçün də keçərlidir. Quran zəkatı əmr edir, amma hansı maldan, nə qədər olduqda nisab və hansı faizlə veriləcək, bu detallar sünnədədir. Həc məsələsi də yəqin ki, eynidir. Əlbəttə, həccin əməlləri, təvaf, səy, Arafatda dayanma qaydaları, bunların hamısı Peyğəmbərin sallallahu aleyhi və səlləm göstərdiyi kimi icra olunur. Yəni, mənbələrin də vurğuladığı kimi, sünnə olmadan bu əsas ibadətləri düzgün yerinə yetirmək faktiki olaraq mümkün deyil. Yaxşı, sünnənin əhəmiyyəti aydın oldu, bəs onun etibarlılığı?
Bəzi iddialar var ki, hədislər sonradan uydurulub, onlara güvənmək olmaz. Bu barədə nə deyilir mənbələrdə? Bu iddiaya qarşı bir neçə arqument var. Birincisi, Quran özü işarə edir ki, Peyğəmbərin dedikləri də vəhiyyə əsaslanır. Necm surəsi 3 və 4-cü ayələr. O, öz istəyi ilə danışmır. Bu, ancaq nazil olan bir vəhiydir. Yəni, onun sözləri də Allahın nəzarəti altındadır. Belə başa düşülür. Bəli. İkincisi, sahabələr, yəni onu görən və eşidən ilk nəsil, hamısı sünnənin hüccət, yəni dəlil olması barədə yekdil fikirdə icma olublar. Onlar bunu çox ciddi şəkildə qoruyublar, həm əzbərləyiblər, həm də bəziləri yazıblar. Yazılı hədislər olub o dövrdə. Bəli, bəzi sahabələrin özləri üçün yazdıqları səhifələr olub, sonra tabiinlər dövründə, xüsusilə xəlifə Ömər ibn Abdüləzzizin vaxtında bu iş daha sistemli hala gətirilib, hədislər kütləvi şəkildə toplanıb yazılmağa başlanıb. Bəs uydurmalar? Onlar necə ayırd edilib? Məhz bunun üçün də hədis elmi, yəni ulum əl-hədis yaranıb. Çox mürəkkəb bir sistemdir, rivayətçilərin həyatı, etibarlılığı, yaddaşı, hədislərin mətninin digər səhih mətnlərlə uyğunluğu yoxlanılır, səhih, həsən, zəif, mövzu, yəni uydurma kimi dərəcələr müəyyən edilir. Yəni, hədisşünaslar bu işə çox ciddi yanaşıblar. Deməli, belə ümumiləşdirsək, sizin təqdim etdiyiniz mənbələrə görə Quran özü sünnəyə isnad edir, Peyğəmbərə sallallahu aleyhi və səlləm izah etmə və hökm vermə səlahiyyəti verir və İslamın əsas praktikaları da sünnə olmadan, necə deyim, tam anlaşıla bilmir. Bəli, yekun nəticə budur. Sünnə Quranın həyatdakı təcəssümüdür. Onun praktik şəkildə necə yaşanacağını göstərən bir bələdçidir. Və tarix boyu müsəlmanların mütləq əksəriyyəti əhl-i sünnə məhz bu iki mənbəni, Quranı və səhih sünnəni birlikdə dinin əsası qəbul edib. Bu müzakirədən sonra adamın ağlına belə bir sual gəlir. Əgər İslamın təməl mənbələrindən biri olan və Quranı izah edən, həyata keçirən sünnəni kənara qoysaq, bu bir növ Quranı hər kəsin öz başına, öz istədiyi kimi subyektiv yozmasına qapı açmazmı? Yəni, ortaq bir anlayış, bir metodologiya olmadan. Bu, həqiqətən də üzərində düşünülməsi gərəkən ciddi bir məsələdir. Bəli, bu barədə düşünməyə dəyər. Dinlədiyiniz üçün çox sağ olun. Təşəkkür.